Başqa ayət-i kərimədə Allah Subhanahu wa Ta'ala buyurur ki: "Fələ tuzakku enfusakum." Nəfsinizi təmizə çıxartmayın. Huve a'lemu bimen ittaqa. Həqiqətən Allah təqvalı olanı daha yaxşı biləndir. Deməli, buradan belə bir nəticə gəlir ki, təqva qəlbi əməl olduğuna görə qəlbi də ancaq bilən, ona ittila edən, ondan xəbər olan Allah Subhanahu wa Ta'aladır. Heç kimin bundan xəbər ola bilməz. Başqa ayət-i kərimədə Allah Subhanahu wa Ta'ala yenə təqva barəsində buyurur: "İnne fi ixtilafil leyli ven-nahar." Həqiqətən də gecə ilə gündüzün bir-birinin ardınca gəlməsində, həmçinin "Və mə xalaqallahu-s-səmavat və mə xalaqallahu fis-səmavat vel-ard la'ayatin liqaumin yettaqun." Allahın göylərdə və yerdə yaratdıqlarında Allahdan qorxan bir tayfa üçün dəlillər vardır. Həqiqətən bunların hamısında Allahdan qorxanlar üçün bir ibrətlər var, bir dəlillər var. Həqiqətən təqvalı insanlar nəticə çıxaran insanlardır, fayda götürən insanlardır. Çünki insan o qəlbində yerləşən təqva, qaim olan təqva, ayaq üstə gələn təqva labüddür ki, insanı xeyrə yönəldib onu şərdən çəkindirsin. İnsanın xeyrə yönəlməsi də, şərdən çəkinməsi də burhanla, elmlə, dəlillə, sübutla olur. Deməli, həqiqətən də əsl təqvalı olan insanlar gördüklərindən ibrət çıxardan insanlardır. Yerin, göyün yaradılışı olsun, insanın öz yaradılışı olsun, gecə ilə gündüzün arxa-arxaya gəlməsi olsun və sərbəlaxır. Bunların hamısından əsl təqva sahələri nümunə çıxardırlar. Və həmçinin də digər ayət-i kərimədə Allah Subhanahu wa Ta'ala buyurur ki: "Ya nisa'en-nəbi, ləstunna kəəhədin minən-nisa in ittaqaytun." Ey Peyğəmbərin zövcələri, Allahdan qorxacağınız təqdirdə siz başqa qadınların heç biri kimi deyilsiniz. "Fələ təxta'na bil-qavl fəyatma'allazi fi qalbihi maradun və qulna qawlan ma'rufa." Və sonra isə Allah Subhanahu wa Ta'ala buyurur ki, həmən qadınlara: "Buna görə də danışığınızda əzilə-əzilə danışmayın. Yoxsa qəlbində məraz olan, xəstəlik olan insan bir kəs həmən şəxsə, həmən qadına tamah salar, ona tamaha düşər." Deməli, Allah Subhanahu wa Ta'ala bu ayət-i kərimədə bizə nəyi bəyan edir? Yəni, həqiqətən də insan əgər şəhvani xəstəliklərə bulaşarsa, həqiqətən də bu insan əsl fitnəyə düşmüş insandır. Balaca bir asilik onun qabağında olanda, məsələn, əgər bir qadın onun yanında əzilə, yəni hər hansısa bir intonasiyayla danışdığı zaman dərhal onun fitnəsinə düşər. Lakin bu da onu göstərir ki, deməli, insanın o qəlbində olan o təqva, insanın qəlbində olan iman, deməli, onun imanında və təqvasında hər hansı bir naqislik var, zəiflik var. Lakin o sağlam qəlb sahibi, möhkəm qəlb sahibi, qəlbində imanı möhkəm olan insan bu cürünə xırda şəhvətlərin arxasıca getməz, onlara doğru heç vaxt boylanmaz. Deməli, insanın qəlbi də bu kimi şeylərdən uzaq olmalıdır. Başqa ayət-i kərimədə Allah Subhanahu wa Ta'ala buyurur ki: "Yevmə lə yenfə'u məlun və lə bənun." O gün, qiyamət günü heç kəsə oğlu, uşağı, varı, dövləti ona fayda verməyəcək. İllə mən ətəllaha bi qalbin səlim. Yalnız salamat qəlblə, sağlam qəlblə gələnlərdən başqa. İbn-i Qayyim rahimehullah sağlam qəlb barəsində buyurur ki, sağlam qəlb, salamat qəlb o qəlbdir ki, o qəlb şirkdən, kindən, nifrətdən, həsəddən, paxıllıqdan, kibirdən, dünya sevgisindən, başçılıq sevgisindən uzaq olan qəlbdir. Ona görə insan ümumiyyətlə çalışmalı ki, qəlbini Allahdan uzaqlaşdıracaq şeylərdən xali eləsin, boş eləsin və həmçinin qəlbini şübhələrdən salamat eləsin, hansı ki, o şübhələr mane olur gələn xəbərləri təsdiq eləməyə həm Allahdan, həm Peyğəmbərdən və həmçinin də insan dedi ki, qəlbini salamat eləməli, həmçinin şübhələrlə yanaşı şəhvətlərdən xilas etməyə çalışmalıdır. Əgər insanın qəlbi şəhvətlərdən, şübhələrdən xali olarsa və qeyd etdiyimiz kimi insanın qəlbi zikr edilmiş şeylərdən boş olarsa, xali olarsa, deməli o qəlb həm bu dünyada, həm bərzəxdə, həm də o gün artıq axirət günü bir cənnətdə olar. Bu dünyada onun qəlbi cənnət içərisində olar, bərzəxdə də qəlbi cənnət içərisində olar və qiyamət gündə
gedəcəyi yerdə cənnət olar. Deməli, alimlər buyurur ki, qəlbin mütləqən salamatlığı, sağlam olması bu 5 şeydən ibarətdir. Şirkdən təmiz olması, yəni o qəlbdə tövhidin yerləşməsi. İkinci, bidətdən xilas olması, bidətdən təmiz olması, yəni o qəlbdə sünnənin yerləşməsi. Üçüncü, şəhvətlərdən xilas olması, o qəlbdə şəhvani istəklər olmamalı. Və dördüncü isə o qəlb qəflətdən uzaq olmalıdır. Deməli, bunu göstərir ki, qəlb daimən Allah'a yad edən, Allah'a zikr edən qəlb olmalıdır. Və beşincisi isə qəlb havadan, nəfsi istəkdən uzaq olmalıdır. Yəni o qəlbdə ixlas yerləşməlidir. Yəni o qəlbdə daimən nəfsi sındırmaq yerləşməlidir. Allah subhanahu wa ta'ala başqa ayət-i kərimədə buyurur ki, İnnə əkramakum indəllahi ətqakum. Məşhur ayət-i kərimədə bilirsiniz. Allah azze və cəllə buyurur ki, həqiqətən də sizin Allah yanında ən hörmətliniz Allahdan daha çox qorxanınızdır. İbn Rəcəb rahimehullah bu ayə barəsində buyurur ki, insanın Allah yanında hörmətli olmağı onun qəlbinə görədir, qəlbinin təqvasına görədir. Doğrudan da neçə insanlar var ki, onlar cəmiyyət arasında zəif insanlardır, aciz insanlardır, malları da azdır, varlı insanlar deyirlər, çox kasıb insanlardır. Bu insanlar bu dünyada başqalarının gözü qarşısında zəlil bir insan kimi görünürlər. Amma onların qəlbində olan təqva isə Allah qorxusu isə nədir? Daha böyükdür, daha ucadır. Yəni insan bu dünyada nə qədər kasıb olur olsun, nə qədər insan bu dünyada zəif, aciz olur olsun, əgər Allahdan ən çox qorxansa, Allahdan qorxansa, bilsin ki, insanın qiymətli olmağı ancaq və ancaq Allah yanındadır. Ən üstün olmağı ancaq Allah yanında ola bilər. Ona görə də həqiqətən də əsas ibrət, əsas bizlər üçün örnək insanın təqvalı olmasıdır. Yəni ona görə də insan dedi ki, bu dünyada zəif ola bilər, kasıb ola bilər, lakin o Allah yanında ən fəzilətli insanlardan sayıla bilər. Niyə görə? Təqvasına görə, Allahdan qorxusuna görə, Allahı tanımasına görə. Ona görə də Peyğəmbər sallallahu əleyhi və səlləm bir hədisində buyurur ki, Allah Resulullah sallallahu əleyhi və səlləmdən soruşurlar ki, insanların ən xeyirlisi kimdir, insanların ən hörmətlisi kimdir? Buyurur ki, Peyğəmbər sallallahu əleyhi və səlləm Allahdan ən çox qorxandır. Deməli, o hörmət, izzət, şərəf insanın varlı olmasında, insanın əslinin, nəzabətinin üstün olmasında yox, insanın Allahdan çox qorxmasındadır. Və həmçinin Peyğəmbər sallallahu əleyhi və səlləm başqa hədisində buyurur ki, Əl-kərəmu ət-təqva, insanın hörmətli olması təqvalı olmağından asılıdır. Yəni insanın Allah yanında hörmətli olması onun təqvasına qayıdır. Və dedi ki, təqvanın yeri qəlbdir. Necə ki, Allah buyurur ki, həqiqətində kim onun şüarlarını uzaq tutarsa, bu onun qəlbinin təqvasına dəlalət edir. Və insan həmçinin bilməlidir ki, Allah azze və cəllə qiyamət ki, onun surətinə, onun yaradılışına, gözəl olmağına və yaxud da çirkin olmağına və yaxud da malının çox olmağına baxmayacaq. O gün yalnız Allahın baxdığı yer insanın qəlbi və həmçində onun əməlləri olacaq. Necə ki, Sahih Müslimdə keçən hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, Allah subhanahu wa ta'ala sizin surətlərinizə, sizin mallarınıza baxmaz. Lakin Allahın baxdığı yer sizin qəlbləriniz və əməllərinizdir. Və Quran-ı Kərimdə təqva ayət və həmçinin təqvaya təşviq barəsində, təqvanın səmərələri barəsində, müttəqilərin savabları barəsində bir çox ayələr var. Bu ayələrdən Allah subhanahu wa ta'ala ondan qorxanlar barəsində buyurur ki, bu ayələrin birində وَمَنْ يَتَّقِ اللّٰهَ يَجْعَلْ لَهُ مِنْ أَمْرِهِ يُسْرًا. Həqiqətən də kim Allahdan qorxarsa, Allah subhanahu wa ta'ala ona işlərində bir asanlıq verər. Başqa ayət-i kərimədə buyurur ki, وَمَنْ يَتَّقِ اللّٰهِ يُكَفِّرْ عَنْهُ سَيِّئَاتِهِ وَيُعْظِمْ لَهُ أَجْرًا. Allahdan kim qorxarsa, Allah onun günahlarından keçər və həmçinin onun mükafatını böyük eləyər. Digər ayət-i kərimədə Allah subhanahu wa ta'ala buyurur ki, وَمَنْ يَتَّقِ اللّٰهَ يَجْعَلْ لَهُ مَخْرَجًا. Kim Allahdan qorxarsa, Allah subhanahu wa ta'ala ona çıxış yolu göstərər. وَيَرْزُقُ مِنْ حَيْثُ لَا يَحْتَسِبْ. Onu gözləmədiyi yerdən ruziləndirər. Deməli, bu hamısı qayıdır insanın təqvalı olmağına, insan Allahdan qorxmağına. Əgər insan Allahdan qorxarsa, işlər nə qədər çətinlikdə olsa da belə, işləri nə qədər ağır olsa da belə, Allah subhanahu wa ta'ala ona işlərinə bir asanlıq verər. Və çıxılmaz bir vəziyyətdə qalsa, əgər insan Allahdan qorxarsa, Allah azze və cəllə ona çıxış yolu göstərər. Ruzisi dar olarsa, ruzi məsələsində problemi olarsa, əgər Allahdan həqiqi qorxarsa, Allah azze və cəllə ona
onun ruhusunu indirər, onun ruhusunu başından aşırar. Və həmçinin təqva insanın günahlarının bağışlanmasına və həmçinin də dərəcələrinin qalxmasına bir səbəbdir. Təqva, alimlər buyurur ki, ümumiyyətlə insanın mücərrəd olaraq mən Allahdan qorxuram deməsində deyil. Və yaxud da təqva mücərrəd olan bir iddia deyil. Əgər iddia olsaydı, sözdən ibarət olsaydı, onda bu hamısı asan olardı. Və həmçinin insan bilməli ki, ümumiyyətlə, yəni insanın da deməsi ki, mən Allahdan qorxuram və yaxud da təqvalı birisən, bu da həqiqətən böyük kəlmədir, ağır kəlmədir. İnsan yəni dediyi sözün də ardına varmalıdır ki, görəsən həqiqətən də mən Allahdan qorxan insanam, yoxsa ki, bacardığım qədər Allahdan qorxuram.